3 ölçülü skalyozun müalicəsi. 3D üsulu. Alman dilindən Türk dilinə Gülsərən Kayalar, Türk dilindən Azərbaycan dilinə bu kitabı mən tərcümə etmişəm. Mənim də əsas məqsədim odur ki, 21-ci əsrdə Azərbaycanda və bütün dünyada skalyozla xəstələnən bir nəfər pasiyent də qalmasın. Çünki çox ağır skalyozlar bizə müraciət eləyir. 110 dərəcə, 99 dərəcə, 77 dərəcə, 21 yaşından, 22 yaşından sonra daha fəsadlı skalyozlar, onun da üzərinə yırtıq, protruziya, qabarma gəldikdə artıq dözülməz ağrılar baş verir. Yaşlı almanın da müalicəsi bu kitabda var. Eyni zamanda sadəcə bir uşağın da müalicəsi bu kitabda var. Ona görə də həm Azərbaycan dilində olan 3 ölçülü skalyozun müalicəsi Ketrin-Schrott üsulu ilə kitabdan yararlanın, həm də eyni zamanda Azərbaycanda təşkil etdiyimiz bu təlimdən yararlanın. Almaniyadan beynəlxalq sertifikatlı təlimçi iyulun 8-də klinikamızda olacaq. Yenə də siz qatılsanız beynəlxalq dərəcəli sertifikat əldə edəcəksiniz və asanlıqla Schrott üsulu ilə müalicə edəcəksiniz.